Vallahi insanlara öyrətmək lazım belə şeylər. Bilmirlər. İnsanlar avamdır çoxsu dindən. Dünyada yaxşı bilə bilərlər. Lakin əsas dindir. Çünki axirətdə nə fayda verəcək din? İnsanlar hansısa adını seyir qoyduğu şəxslərə ibadət eləyirlər. Sonra onu görəndə özünü düzəldir və yaxud da hansısa pirin yanından keçəndə musiqinin kodunu alır və sözlərinə fikir verir ki, buradan keçirsən ehtiyatlı ol. Musiqini al, onun hörmətsizliyi olmasın, yoxsa başına bəla gələr və ya danışığı fikir ağzını əylər. Yaxşı. Allah Taala sual verir. İlahun ma'allah. Allahla yanaşı ilah varmı? Allahla yanaşı Allah kimi təzim olunan bir ilah mı var? Allah mı daha layiqdir ondan həya edilməyə, ondan qorxmağa, ondan həzər etməyə, ona hörmət qoymağa, onun qədir qiymətin, şənini insanlar içərisində uzaldılmağa Allah mı daha layiqdir? Yoxsa o batil məbudlar? Cavab verə bilən buna cavab versin. Allah Teala deyir ki, وَمَنْ يُعَزِّمْ شَعَائِرَ اللّٰهِ Kim Allahın şüarlarına, namazına, orucuna, Quranına, Peyğəmbərinə, onun əmir və qadağalarına hörmət qoysa, qəlbində olan Allahın qorxusundan irəli gəlir. Hələ Allahın əmir və qadağasına hörmət qoyanda bu belə olur. Allahın özünü, şənini ucaldanda, gecə-gündüz onu zikr eləyəndə, onu tərifləyəndə, o məni görür, eləməməliyəm, tərk etməliyəm, o məni görür, etməliyəm, əmr edib. Bu cür təzim Allaha olmalıdır. Allahın nəzarətini fikirləşib danışığı düzəltməlisən. O musiqinin xodunu almalısan, o pis yerləri tərk eləməlisən, namazı qılmalısan, salih əməlləri etməlisən. Çünki Allah Teala buna layiqdir. Sənə bəlanı versə Allah verər. Mükafatı versə Allah verər.